Hər vaxtınız xeyir, obyektiv efirdədir. Hər bir vətəndaşın dövlət qurumlarına müraciət etməyi, problemini birbaşa aidiyyəti üzrə çatdırmaq hüququ var. Bu hüququn necə təmin olunduğu isə cəmiyyət üçün hər zaman aktual mövzudur. Bugün obyektivdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən vətəndaş qəbullarından danışacağıq. Qəbul prosesində vətəndaşların müraciətləri hansı formada dinlənilir, qaldırılan problemlər nədən ibarətdir və bu müraciətlərin həlli mexanizmi necə qurulub? Bu və digər sualların cavabını bilmək üçün sizi obyektivi izləməyə dəvət edirəm. Həftə ərzində sosial sahədə bir çox yenilik olub. Bunlardan birincisi və həftənin baş xəbəri pensiyaların indeksləşməsidir. Həmçinin postmüharibə dövründə qazilərimizin reabilitasiyası istiqamətində də proqramlı işlər davam etdirilir. Bu və digər xəbərlərin təfərrüatlarını Dost TV-dən bizimlə birbaşa bağlantıda olan Əsmər Nəcməddin qızından eşidəcəyik. Əsmər, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırılır. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Sərəncamla fərdi hesablardakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6% indeksləşdirilərək artırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Sosial Xidmətlər Agentliyinin Gəncədə yerləşən 4 sayılı uşaq evi sosial xidmət müəssisəsində olublar. Ziyarət zamanı bildirilib ki, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərən müəssisənin hazırda 64 sakini var. Onlara sosial məişət, sosial psixoloji, tibbi sosial, sosial pedaqoji və sosial hüquqi xidmətlər göstərilir. 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunan uşaq evinin sakinləri fond tərəfindən daim diqqətdə saxlanılır. Vətən müharibəsindən sonraki dövrdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Görülən işlər nəticəsində qazilərdən artıq 265 nəfəri reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyub. Digər qazilərlə də reabilitasiya işləri davam edir. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, obyektiv davam edir. Hələlik. Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Həmkarım Əsmər Nəcməddin qızına təşəkkür edirəm. Sosial təminat, əmək münasibətləri, pensiya və müavinətlərlə bağlı məsələlər minlərlə insanın gündəlik həyatına birbaşa təsir göstərir. Bu xüsusda dövlət-vətəndaş münasibətlərində şəffaflıq və operativlik mühüm əhəmiyyət daşıyır. Studiyamızın qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaş Qəbulu şöbəsinin rəhbəri Arif Əliyevlə nazirlikdə keçirilən vətəndaş qəbulunun gedişini diqqətinizə çatdıracağıq. Arif müəllim, xoş gəlmişsiniz, xoş gördük sizi. Xoş gördük, sizi və izləyicilərimizi salamlayıram. Arif müəllim, istərdim söhbətimizə başlayanda ümumi proses barədə əvvəlcə məlumat verək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş qəbul sahəsi üzrə aparılan işlərdə əsas prioritetlər nələrdir? Təşəkkür edirəm sualınıza görə. Ölkəmizdə aparılan dövlət quruculuğu islahatlarının əsas istiqamətlərindən biri vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlıdır. Cənab Prezidentin rəhbərliyi ilə sosial sahədə aparılan islahatlara uyğun olaraq Nazirlik tərəfindən vətəndaş qəbulunun müasir tələblərə uyğun qurulması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Nazirlik tərəfindən müvafiq işlər aparılmışdır. Qeyd edeyim ki, yola saldığımız 2025-ci ildə Nazirlik üzrə ümumilikdə 1.936.387 birbaşa vətəndaş müraciəti qeydə alınmış. Onlardan 191.000 nəfəri vətəndaş rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Bu rəqəmlərə Nazirliyin vətəndaşların qəbul otağına, Nazirliyin qurumlarının qəbul otaqlarına, yerli bölmələrə, dost mərkəzlərinə daxil olan birbaşa vətəndaş müraciətləri və rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilmiş vətəndaşların sayı daxildir.
Bildiyimiz kimi Nazirliyin xidmət göstərdiyi əsas əhali qrupu xüsusi həssas kateqoriyaya aid olan vətəndaşlarımızdır. Bu kateqoriyaya şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, ümumi səbəbdən əlilliyi olan şəxslər, müharibə veteranları, ahıl şəxslər, pensiyaçılar, işsiz şəxslər və həmçinin sosial qayğıya ehtiyaclı olan vətəndaşlar daxildir. Göründüyü kimi bu kateqoriyaya aid olan vətəndaşlarla ünsiyyət zamanı xüsusi diqqət və daha həssas yanaşma tələb olunur. Nazirliyin vətəndaş qəbulu sahəsində göstərdiyi fəaliyyətin əsas prioriteti də məhz vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına riayət edilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir. İndi isə vətəndaş qəbulu prosesi ilə daha yaxından tanış olmaq və bu sahədə ümumi təəssürat formalaşdırmaq məqsədi ilə hazırladığımız sujeti izləməyi təklif edirəm. Ardınca mövzu ətrafında söhbətimiz davam edəcək. Bizimlə qalın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş müraciətlərinin maksimum sürətli cavablandırılmasına nail olunub. Bu çərçivədə Nazirliyin vətəndaşların qəbul otağına müraciət edənlərin ilkin olaraq müraciət istiqamətləri müəyyən edilir. Bundan sonra vətəndaşlara növbə verilir. Daha sonra şikayətçilər istiqamətlər üzrə Nazirliyin əməkdaşları tərəfindən qəbul edilirlər. Onların müraciəti dinlənilir, müvafiq izahatlar verilir və tam cavablandırılır. Vətəndaşın əgər müraciəti araşdırma və yoxlama tələb edirsə, onda vətəndaşa ərzi ilə müraciət etmək hüququ izah olunur. Əgər lazım gələrsə, vətəndaşın müraciəti əsasında rəhbər şəxsin qəbuluna yazılması da təşkil edilir. Müraciət edən vətəndaşlar ayda bir dəfədən az olmamaq şərti ilə rəhbər şəxsin qəbuluna yazıla bilərlər. Vətəndaşlar da müraciətləri ilə bağlı əldə etdikləri cavablardan çox razıdırlar. Bura gələndə məni çox yaxşı qarşılayırlar bu işçilər. Çox diqqət, çox qayğıkeşlik. Allah bunların hamısını canı sağ eləsin. Sosial yardımla bağlı mən müraciət eləmişəm. Qısa müddətdə evə baxış olub, təyinat verilib. İndi də gəlmişəm ki, onun müddəti ilə bağlı maraqlanım. Nə vaxt müddətini bilmək üçün. Əməkdaşlar çox sağ olsunlar, çox razıyam. Çox yaxşı baxdılar, yaxşı qarşıladılar. Qəbul prosesi başa çatdıqdan sonra müraciət edən şəxsə göstərilən xidməti dəyərləndirmək üçün şərait yaradılır. Vətəndaş xidmət səviyyəsi ilə bağlı fikirlərini qurumun rəhbərliyinə çatdırmaq imkanı qazanır. Arif müəllim, çalışdığınız sahə elə bir sahədir ki, burada mütləq təkmilləşməyə ehtiyac duyulur. Bu xüsusda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş qəbulu sahəsində hansı yeniliklərin tətbiqi gözlənilir? Nazirlik tərəfindən vətəndaş qəbulu sahəsində fəaliyyətin müasir tələblərə uyğun qurulması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Nazirliyin strukturunda da müvafiq işlər aparılmış. Nazirliyin tabeliyində DOST agentliyinin fəaliyyətinin əhatə dairəsi daha da genişlənmişdir. Hal-hazırda Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında bildiyimiz kimi DOST mərkəzləri fəaliyyət göstərir. Həmçinin Qarabağ regional DOST mərkəzinin Kəlbəcər, Zəngilan, Füzuli, Şuşa və Tərtər rayonlarında xidmət məntəqələri də fəaliyyət göstərir. Bu mərkəzlərdə vətəndaşların rahatlığının və məmnunluğunun Nazirlik tərəfindən göstərilən xidmətlərə əlçatanlığın təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Qeyd edim ki, digər regionlarda da DOST mərkəzlərinin fəaliyyətə başlanması üçün müvafiq işlər görülür. Vətəndaş qəbulu sahəsində aparılan islahatların davamı olaraq Nazirliyin vətəndaşların qəbul otağı müasir səviyyədə qurulmuş, Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumlarda qəbul otaqları təşkil edilmiş, qurumlar üzrə bütün regionlarda qəbul mərkəzləri, xidmət mərkəzləri təşkil edilmiş, həmçinin Nazirliyin bütün vahid sistemi üzrə yerli bölmələr də əhatə olunmaqla vətəndaşların qəbulu alt sistemi vasitəsilə elektron növbəli sistemi təmin edilmişdir. Arif müəllim, bəs vətəndaş qəbulu prosesi necə təmin olunur? Vətəndaş qəbul məntəqələrinə yaxınlaşdı.
Sonra ona hansı xidmət necə göstərilir? Nazirlikdə vətəndaş qəbulu prosesi ümumilikdə 2 istiqamət üzrə təşkil edilir. Rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu və xidmət pəncərələrində fəaliyyət göstərən əməkdaşlar tərəfindən vətəndaş qəbulu prosesidir. Rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu vətəndaşların öz istəyinə uyğun olaraq yerində və birbaşa və ya video qəbul formasında həyata keçirilir. Regionlarda yaşayan vətəndaşların həm əlavə vaxt itkisinə və maliyyə sərfinə yol verilməməsi və onların rahatlığının təmin edilməsi üçün qəbullar onlayn formada da təşkil edilir. Nəzərinizə çatdırmaq istərdim ki, cənab nazirin tapşırığına əsasən Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən regionlarda həmçinin səyyar vətəndaş qəbulları da keçirilir. Elə çox gözəl bir məqama toxunduq. Növbəti sualım da bu barədədir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş qəbullarından danışırıqsa, bizi izləyən ucqarlarda, regionlarda olan vətəndaşlarımızda da belə bir sual yarana bilər ki, bu mərkəzləşmiş qaydada təşkil olunur. Qeyd etmək istərdim ki, əsla belə deyil və davamlı olaraq regionlarda da rəhbər şəxslərin qəbulu həyata keçirilir. Elədirmi? Əlbəttə ki. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən regionlarda hər ay səyyar vətəndaş qəbulları keçirilir. Həmçinin cənab nazirin tapşırığına əsasən Nazirliyin regionlarda yaşayan vətəndaşların müraciətlərinin yerində araşdırılması məqsədi ilə Nazirliyin rəhbərliyi və Nazirliyin tabeliyində olan qurumların rəhbərləri tərəfindən regionlarda hər ay səyyar vətəndaş qəbulları keçirilir. Qeyd edim ki, bu qəbullar il ərzində ölkənin bütün şəhər və rayonlarını əhatə edir. Məlumat üçün bildirim ki, 2025-ci ildə Nazirliyin rəhbərliyi və tabeliyində olan qurumların rəhbərləri tərəfindən regionlarda keçirilmiş səyyar qəbullarda 1353 vətəndaş qəbul edilmişdir. Qəbul edilmiş vətəndaşların 117 nəfəri şəhid ailəsi üzvləri, 158 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, 92 nəfəri müharibə veteranları olmuşdur. Qəbullar nəticəsində vətəndaşların bir çox müraciətləri həllini tapmış, müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilmiş, həmçinin vətəndaşlar tərəfindən verilən təkliflər birbaşa rəhbər vəzifəli şəxslər tərəfindən dinlənilmiş və nəzərə alınmışdır. Arif, mən burada belə bir sual yarana bilər ki, regionlarda vətəndaşlar qəbullara necə yazıla bilərlər? İstərdim bu barədə də məlumat verək. Regionlarda vətəndaşlar qəbula yazmaq üçün Nazirliyin həm saytına daxil ola bilər, e-sosial portalı vasitəsilə, həmçinin telefon və belə yazılı müraciətlərlə, həmçinin onlayn belə müraciət eləməklə müraciət edə bilərlər. Qəbullara yazıla bilərlər. Bəli. Həmçinin biz elanları veririk, məlumatlar bizim Nazirliyin saytında da çıxır elanlar. O elana əsasən həmin qəbul elan vaxtları müraciət edə bilərlər. Bəli, bir neçə gün öncədən hətta Nazirliyin rəsmi sosial media hesablarında da bu elanlar paylaşılır. Bəli, sosial media hesablarında paylaşılır bizim Nazirliyində və oradakı elanlara əsasən vətəndaşlar müraciət edə bilərlər. Qəbullarda iştirak edən vətəndaşların müraciətləri qanunvericiliklə təmin olunması mümkün olmadıqda hansı işlər görülür? Bəzən vətəndaşlar tərəfindən edilən müraciətləri həlli qanunvericiliyə uyğun olaraq mümkün olmur. Məsələn, əlillik təyinatı ilə bağlı müraciət edən vətəndaşın sağlamlıq imkanlarının qiymətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmuş əlillik təyinatına əsas vermir. Belə olan halda tərəfimizdən vətəndaşın sosial təminatının həyata keçirilməsi üçün alternativ imkanların qiymətləndirilməsinə baxılır. Vətəndaşa münasib iş təklifləri edilir, məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində işlər aparılır. Həmçinin bu vasitə ilə əmək qabiliyyətli vətəndaşın əmək bazarında saxlanılması üçün tədbirlər görülür. Razı getməsi üçün bütün işləri görürsünüz. Bəs vətəndaş qəbulu əyani formada keçirilir. Siz qeyd etdiniz ki, onlayn şəkildə təşkil olunanlar da var. Bəs vətəndaş qəbulu prosesinin elektronlaşması istiqamətində hansı işlər görülür? Qeyd edim ki, vətəndaşların rahatlığının təmin edilməsi ilə bağlı müasir tələblərə uyğun olaraq Nazirliyin vətəndaş qəbulu prosesində də elektron yeniliklər edilmişdir. Vətəndaşlar rəhbər vəzifəli şəxslərin qəbuluna müraciət etmək üçün Nazirliyin saytı, elektron poçt ünvanları və e-sosial portalı vasitəsilə müraciət edə bilərlər. Həmçinin
dost mərkəzlərinə və Nazirliyin digər qurumlarına müraciət edən vətəndaşlar onlayn növbə götürərək istədikləri xidmətdən istifadə etmək imkanına da malikdirlər. Onu da bildirmək istərdim ki, Nazirlik üzrə qəbullarda iştirak etmiş vətəndaşlar, bura həm rəhbər vəzifəli şəxslərin qəbulunda iştirak etmiş vətəndaşlar, həmçinin Nazirliyin istənilən qurumunda, filialında, yerli bölməsində birbaşa və yerində xidmət almış vətəndaşların qəbulu alt sistemində qeydiyyatı aparılır. Yəni, vətəndaş Nazirlik üzrə harda xidmət almasından və ya hər hansı rəhbər vəzifəli şəxsin qəbulunda olmasından asılı olmayaraq ona elektron növbə verilir. Onu da bildirmək istərdim ki, vətəndaşların qəbulu alt sistemi e-sosial portalına inteqrasiya edilmişdir ki, bunun da vasitəsilə vətəndaşlar iştirak etdikləri qəbullarda verilmiş tapşırıqlar və cavablandırma barədə məlumatları rahatlıqla əldə edə bilərlər. Öz şəxsi kabinetlərinə daxil olurlar və orada bir arxiv kimi də həmin müraciətlər qalmaqdadır e-sosialda. Həm portal vasitəsilə, eyni zamanda mobil tətbiq vasitəsilə də ondan yararlana bilərlər. Tam bəli, dəqiq. Yeri gəlmişkən artıq bizim tamaşaçılarımız izlədi. Biz Nazirliyin Vətəndaş Qəbulu şöbəsindən də bir sujet hazırlamışdıq. Orada vətəndaşlar da öz təəssüratlarını bizimlə bölüşüblər. Bütün iş prosesi orada yer almışdı və bu barədə də artıq məlumatlı oldular. Arif müəllim, sizə belə bir sualım olacaq. Nazirliyin qurumlarının yerli bölmələrində vətəndaş qəbulunun təşkilinə nəzarət olunurmu? Şöbə tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumlarında və yerli bölmələrində vətəndaş qəbulu da nəzarətdə saxlanılır. Məlumat üçün bildirim ki, şöbənin fəaliyyəti Nazirliyin rəhbər vəzifəli şəxslərinin vətəndaş qəbullarının təşkil edilməsi, qəbullar zamanı verilən tapşırıqların müvafiq qurumlar tərəfindən icrasına nəzarət, Nazirliyin vətəndaşların qəbul otağının fəaliyyətinin təşkili və Nazirliyin tabeliyində olan qurumlarında və yerli bölmələrində vətəndaş qəbulu prosesinə ümumi rəhbərliyin və nəzarətin təşkili sahələrini əhatə edir. Bununla əlaqədar cənab nazirin tapşırığına əsasən şöbə tərəfindən mütəmadi olaraq yerli bölmələrdə monitorinqlər keçirilir. Monitorinqlərdə vətəndaş qəbulu zamanı əməkdaşların etik davranış qaydalarına riayət etməsi, əməkdaşlar tərəfindən vətəndaşların qarşılanma, dinləmə və izah etmə bacarıqlarının formalaşdırılması, həmçinin elektron növbəllik prinsipinə riayət edilməsi məsələləri yoxlanılır. Mövcud nöqsanlar aradan qaldırılır. Həmçinin qeyd edim ki, vətəndaş qəbulunu həyata keçirən əməkdaşlar mütəmadi olaraq təlimlərə cəlb olunur. Onların peşəkarlıq və psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi daim nəzarətdə saxlanılır. Bəli, bu çox önəmlidir. Çünki siz qeyd etdiyiniz kimi onlar həssas əhali qrupu ilə çalışırlar və işləri qeyd olunan saat müddətində səhər saat 9-dan axşam saat 6-ya kimi birbaşa vətəndaşladır. Bu əməkdaşların seçimi prosesi necə aparılır? Əsasən qurumlar üzrə deməli bunlar müvafiq təlimlər keçirilir. Yəni bu təlimlərdə bizim deməli təlimçilər onlardan işlər aparırlar və o təlimlərin nəticəsində yüksək bal toplayan, yüksək göstəricilər olan əməkdaşlar və psixoloji hazırlığı yüksək olan əməkdaşlar bizim vətəndaş qəbuluna belə deyək, qəbullarına aparırlar. Yəni bu xüsusi qeyd etdiyi bu əməkdaşlar məsələsinə onların hər birinə də uğurlar arzuluyuruq. Arif müəllim, belə bir məqama da toxunaq. Bəzən vətəndaş yaxınlaşır, ilk müraciəti ondan ibarət olur ki, rəhbər şəxslə görüşmək istəyirəm. Lakin onun müraciəti dinlənildikdə bəzən əməkdaşlar tərəfindən də çox qısa bir zamanda həll oluna bilər və artıq rəhbər şəxslə görüşə ehtiyac qalmır. Bu prosesi istərdim biraz açaq. Dedim, xidmət pəncərələrində fəaliyyət göstərən əməkdaşlara yaxınlaşırlar və müraciətləri ilə bağlı onlarla müvafiq izahat işləri aparılır. Əlbəttə ki, ilk olaraq onların müraciətləri dinlənilir və onların müraciətlərinə baxıldıqda, belə deyək, onlarla tam aydınlaşdırılır ki, yəni müraciət hansı sahə üzrədir və o sahə üzrə ona müvafiq məlumatlar verilir. Həmçinin həmin qurumun rəhbər vəzifəli şəxslərinin qəbullarına da yazılırlar. İlk proses, belə deyək, sırf xidmət pəncərələrində aparılır və lazım olan təqdirdə onlar cavablanan narazı qaldıqda ondan sonra rəhbər vəzifəli şəxslərin qəbuluna yazılırlar.
Arif müəllim, vətəndaş özünə məşğulluğa müraciət etmək istədikdə də ona bu pəncərələrdə xidmət göstərilirmi? Əlbəttə ki, ümumiyyətlə bizim xidmət pəncərələrində Nazirliyin bütün fəaliyyət istiqamətləri üzrə, bütün xidmətlər üzrə deməli bütün suallar, müraciətlər yönləndirilə bilər və orada vətəndaşlara bu xidmətlər göstərilir. Bütün sahələr üzrə. Bəs könüllülərin fəaliyyəti necə? Könüllülər də cəlb olunurmu sizin mərkəzlərə? Əlbəttə ki, bizim bütün nazirlik üzrə, bütün qurumlarımızda könüllülər fəaliyyət göstərir. Dost mərkəzlərimizdə, Nazirliyin digər qurumlarında könüllülər fəaliyyət göstərir. Əlbəttə ki, onların da burada həm təcrübə toplamağı, həmçinin də gələcəkdə kadr potensialını könüllülərin arasından seçməkdə böyük rol oynayır. Təşəkkür edirəm sizə Arif müəllim bugünkü söhbətimizə görə. Ümid edirəm bizi izləyən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı hər hansı açıq sualı qalan vətəndaşlara yardımçı ola bildik, onları maarifləndirdik və faydalı olduq. Təşəkkür edirəm dəvətinizə görə və sonda bir daha bildirmək istərdim ki, Nazirlikdə vətəndaş qəbulu sahəsində atılan müsbət addımlar bundan sonra da davam etdiriləcək və vətəndaş məmnunluğunun təmin edilməsi ilə əsas prioritet olaraq qalacaqdır. Sizə və peşəkar əməkdaşlarınıza uğurlar arzulayıram. Təşəkkür edirəm. Bugünkü söhbətimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş qəbulu ilə bağlı oldu. Məqsədimiz sizi məlumatlandırmaq və açıq suallara aydınlıq gətirmək idi. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.